kənardan bir baxın özünüzə. Münasibətinizə Hə, yəni. istər münasibət, hardakı fikirləşirsiniz ki, sanki mən manipulə oluram, bir kənar biri kimi baxın da, içində olanda hiss etmirik. Kənardan bir baxın görün necə görünürsüz məsələn orada. Yəni və özünüzə səmimi olun. Çünki qurbanlar çox zaman kimlər ki belə daha yəni dərhal inanır və s. onlar o qədər çox tez manipulyasiya gedir ki, sonrasında sənin onu inandırmağın belə çox çətin olur ki, bax sən orada manipulyasiyaya getdin. O deyir ki, yox, axı valla deyəsən fikirləşdim elə haqlı idi məsələn. Çox çətin olur inandırmaq. Ona görə də gələk özü görsün adam. Yəni o qədər olur ki, məsələn biz işləyirik, ilk 5 dəqiqədə belə məsələn mən artıq bilirəm bu söhbət nədir. Yəni anında deyə bilərəm, amma desəm inanın ki, o insan heç davam etməyəcək inkişafına. Mən məcbur oluram, məsələn otururam 3-4 görüş, 3-4 taxkida konsultasiya oturub gözləməliyəm ki, yəni o özü gəlsin ki, ay Gün xanım bilirsiniz necə ki, aha, gözəl. Çünki mən desəydim qəbul etməyəcəkdi baxın. Ona görə də üçüncü bir göz kimi hardakı şübhələnirsinizsə, bir oturub bir analiz edin, bir soyuq başla, səmimi şəkildə.